Kök bal limon qarışımı. Görmə gecə körlüyü zəif görmə problemlərinə faydalı olan ən təbii şəfa qaynağıdır. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub, bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Bu qarışım A vitamininin ən zəngin qaynağı sayılır. Mütəmadi istifadə etdikdə göz, qaraciyər və sümük sağlamlığına faydalı olur. İçərisinə kök və balın qatılacağı qarışım görmə zəifliyini aradan qaldırmaq və eynək istifadəsini azaltmaq mümkündür. Bizə lazım olanlar: 4 ədəd kök, 2 limon, 2 çay qaşığı bal. Kökü və limonu qabığı ilə birlikdə bir qaba rəndələyin. İçərisinə balı əlavə edərək yaxşıca qarışdırın. Üzərini örtüb soyuducuda yarım saat saxlayın. Gündə 3 dəfə, yeməklərdən əvvəl bir qaşıq yeyin. Çalışın sizə verilənlərin dəyərini bilin. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olun. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.